Bizim də artıq bütün hökumətlərarası komissiyalarımızın həmsədrləri, Azərbaycan nazirləri, onlar hamısı Qarabağ mövzusu üzrə mütəxəssis olmuşdu. Çünki hansı iqtisadi əlaqələri inkişaf elətdirməkdən bir nömrəli prioritet ondan ibarətdir ki, hökumətlərarası komissiyanın iclas protokoluna mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadəsi salınsın. Bir çox ölkələr buna qarşı çıxırdılar. Deyir ki, bu mənim gündəliyim deyil, mən iqtisadiyyat naziriyəm, investisiya naziriyəm, bu mövzu ümumilikdə yoxdur. Biz isə o məqamları salırdıq, biz orada onu salırdıq ki, birdən Azərbaycan işğal arasında olan hər hansı bir mal, məhsul, sənin ərazi və gələ bilin başa düşürüz. Yəni bizim üçün bu çox önəmli idi. Onlar üçün bir çox hallarda isə bu hardasa belə qəbul olunan deyildi və bu heç birisi asanlıqla keçmirdi. Beynəlxalq konvensiyalar qoşulanda. Beynəlxalq konvensiyalar qoşulanda hər zaman biz qeyd şərtlər edirdik ki, bəli bu konvensiyanın şərti Azərbaycan ərazisində ancaq filan ərazidə biz buna görə cavabdehlik daşımırıq və s. və ilaxır. Bu o cümlədən bu baxımından böyük bir istiqamət idi. Hansı ki, şükürlər olsun bu günləri artıq həllini tapıb, ona görə tamamilə fərqli, böyük bir hədəflər qoyula bilir və o hədəflər qoyulur. İlk növbədə bunu həyata keçirən Cənab Prezidentin səfərlər coğrafiyasına biz baxsaq, keçirdiyi görüşlərin əhatəliyinə baxsaq, orada verdiyi mesajlara baxsaq, Azərbaycanın yeni xarici siyasət prioritetinin miqyasını görə bilərik. Bir neçə reallıq var. Bir reallıq ondan ibarət ki, baxmayaraq ki, bu hadisələr baş verəndə biz böyük kifayət qədər ağır proseslərdən keçdik, ittihamlar çox oldu, təhdidlər çox oldu, bizə qarşı işləyənlər çox oldu. İstisna deyil ki, bundan sonra da bunu bizə bağışlamayanlar olacaq, çalışacaqlar, nəsə etsinlər. İkinci reallıq ondan ibarətdir ki, ancaq sən öz dediyini edəndən, öz suverenliyini bərpa edəndən, qalib dövlət və xalq olandan sonra sənin statusun da beynəlxalq səviyyədə artır. Bunu hamı qəbul edir. Bu bir reallıqdır. Məsəl üçün, Vaşinqton sammitinin nəticəsi yalnız üç tərəfli formatda əldə olunan və yaxud ki, Azərbaycan-Ermənistan tarixi nəticəsi deyil. Bu, o cümlədən Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı idi.